Əgər siz hər bir arzunuz belə gerçəkləşməyini istəyirsinizsə, bu videonu sona qədər izləyin. Sizə öyrədəcəm necə düzgün manifest eləmək lazımdır və niyə görə bəzi manifestlər alınmır. Öz səhvlər haqqında danışacağım, ümumiyyətlə proses necə olur. Bu səhvlər buraxmasa arzularımız hamısı gerçəkləşəcək. Özüm elədiyi səhvlər haqqında danışacağım və yaxud manifestinə həyatıma istəmədiyim bir şey, xoş olmayan bir şeydə necə cəlb eləmək olar səhvən. Əgər manifest teoriyasına inanmırsınızsa, bu videonu elə burada söndürüb çıxın. İlk öncə siz özünüz buna inanmalısınız ki, bu gerçəkləşsin. Bir sual verəcəm sizə. Heç fikir vermisinizmi? Bəzi insanların həyatlarında hər şey super gedir. O biri insanların isə daşdan keçir hər bir iş. Bəzilər istedadlıdır, o biriləri isə yox və yaxud bəzilərinin sadəcə bəxti var, sizin yox. Bunun əslində sirri var və siz də o sirrini öyrənsəz, inanın ki, əksər ürəyinizdəki arzuları gerçəkləşdirəcəksiniz. Yəqin ki, ümumiyyətlə manifest sözü tez-tez eşitmisiniz. Hal-hazırda hamı bu haqda danışır. Amma məncə bu boş-boşuna deyil. Tam səmimi sizə deyirəm ki, hal-hazırda həyatımda tutduğum arzuları hamısı bir-bir gerçəkləşir. Hardasa 5 ilə yaxındır ki, nə istəyirəm onu da əldə eləyirəm. Siz öz həyatınıza istədiyiniz insanı cəlb eləyə bilərsiniz, pul cəlb eləyə bilərsiniz, uğur cəlb eləyə bilərsiniz, izləyiciləri, məşhurluğu, sağlamlığı, hər şeyi. Sadəcə ilk öncə buna inanmaq lazımdır. Bir şey də demək istəyirəm. Sırf manifest edib heç bir hərəkət sizdən olmadan heç nə alınmır. Misal üçün, siz uzun münasibətdəsiniz və hardasa 7-8 il ərzində sizə evlənmə təklifi olunmur. Və siz durmadan, səhərdən axşama qədər manifest eləyirsiniz ki, bu insan nəhayət ki, mənə evlənmə təklifini eləsin. Sizcə alınacaq? Təbii ki, yox. Manifest eləyə-eləyə siz eyni zamanda özünüzdən də hərəkət olmalıdır. O insanla danışmalısınız, dava eləməlisiniz, deməlisiniz ki, bax, mən bunu istəyirəm, sən eləmirsən, yoxsa mən çıxıb gedəcəm. Və yaxud siz pul istəyirsiniz, amma işdə inkişaf yoxdur, təzə iş axtarmırsınız, təzə dillər öyrənmirsiniz, köçmək istəyirsiniz, green card udmursunuz, prosto oturub manifest deyirsiniz ki, nə vaxtsa mən Amerikada yaşayacağam. Buna inanıram və manifest deyirəm. Sizdən hərəkət və manifest, baxın, o zaman arzunuz gerçəkləşəcək. Amma yalnız manifestlə olmur. Xəyal eləməyə çox gözəl bir şeydir. Hər zaman xəyal eləyin. Manifesti necə düzgün eləmək lazımdırsa, onu da sizə danışacağım indi. Amma birinci şey unutmayın, yalnız manifestlə kifayətlənmirik. Həm manifest, həm hərəkət. Bildiniz? Növbəti məqam. Evrəndən nəsə istəyəndə bu real bir şey olmalıdır. Misal üçün, səhərdən axşama qədər manifest edeyim ki, göydən $1 milyon düşsün mənə. Səhərdən axşama qədər onu düşünün. Təbii ki, bu real deyil və bunu eləmək mənası yoxdur. Misal üçün, maaşım var hardasa 8.000 manat və xəyal eləyirəm ki, mənim samolotum olacaq. Hər gün manifest deyirəm. Təbii ki, olmayacaq. Yəni ki, real bir şey istəməlisiniz. Misal üçün, 100 minlik maşın, 150 minlik maşın ola bilər. Əgər siz ada sahibi olmaq istəyirsinizsə, burada sizə manifest kömək eləməyəcək. Yəni ki, addım-addım evrəndən elə bir şey istəməlisiniz ki, o sizə onu verə bilsin və qısa bir zamanda verə bilsin. Çünki bu qısa zamanda olmasa, siz buna artıq inanmayacaqsınız. Mənim arzularım necə gerçəkləşir, deyim sizə. Deməli, 6 aydan 1 ilə qədər arzum gerçəkləşir. Maksimum 1 ildir. Çünki o qədər də böyük arzuları tutmuram. Və manifest eləyərkən, nəsə haqda düşünərkən hər zaman diqqətli olmaq lazımdır. Bir misal çəkəcəm bu maşın haqda. Ona görə elə burada çəkirəm bu videonu. Hardasa 1 ilə yaxındır ki, mama hər dəfə xəbərlərə baxanda ki, kiminsə maşının üstünə ağac düşüb, nəsə olub, külək vaxtı pəncərə düşüb kiminsə maşının üstünə, hər zaman mənə deyirdi ki, Aynur, görəsən bizim maşınımıza nə olub? Görəsən bizim maşınımızın üstünə nə düşüb? Mən də hər dəfə mamaya deyirdim ki, bu fikirləri özündən uzaq elə mümkündürsə. Sonra maşını saxlamışdım biraz həyətin o tərəfində və orada bir balaca ağac var. Daha doğrusu ağacın bir budağı. Mama supermarketə düşdü, qalxdı yuxarı və dedi ki, Aynur, sən elə yerdə maşın saxlamısan, orada nə boyda ağac var və o ağac düşər sənin maşınının üstünə. Deyirəm ki, onun çəksi nədir ki, lap düşsə də nə olacaq ki mənim maşınıma? Dedi, yox bala, maşının yerini değiş, belə olmaz. Qulaq astım, maşının yerini değişdim. Yaxşı bir yerə qoydum. Yenə küləkli havalar olurdu və hər zaman mama mənim maşınıma görə narahat idi.
Axırıncı dəfə isə külək idi, əməlli başdı və bir təhər səslər gəlirdi. Sanki nəsə düşür nəyinsə üstünə. Mama da otağıma daxil olurdu və hər dəfə deyirdi, görsən nəsə səs oldu, deyəsən bizim maşınımızın üstünə nəsə düşdü. Day bezmişdim ona demək ki, bu fikirləri özündən uzaq elə. Pozitiv düşün. Düşün ki, heç nə olan deyil, hər şey gözəldir, həyat gözəldir və dalını siz uca bilirsiniz. Həmin gündən 2 gün sonra mənim maşınımın üstünə binanın bir tikə suağı düşdü. Yaxşı ki, patpresin üstünə düşmədi, lukun üstünə düşdü. Daha doğrusu, lukun bir tərəfin şüşəsi sınmışdı. Bu haqda videoda da demişəm sizə və heç keyfimi pozmamışdım. Sadəcə mən buna hazır idim. Çünki 6 ay ərzində mama durmadan bunu manifestləyirdi, özü də bilmədən. Ümumiyyətlə, hal-hazırda ətrafdakı insanlara mən bu manifest haqda deyəndə hamı mənə hazırdır paslat eləmək. Yəni, heç kim mənə inanmır, amma bu reallıqdır. Və bu videonu mən sırf mənə inanan insanlar üçün çəkirəm. Bilirəm ki, bu video çox baxış yığmayacaq, amma əgər 100-150 insana mən kömək eləmiş olacamsa, niyə də çəkməyim? İnanın ki, bu söhbət o qədər mənim həyatımı dəyişib. Hal-hazırda mən özümə tam əminliklə deyə bilərəm ki, Aynur çox xoşbəxt insandır. Aynur hər istədiyi şeyə nail olur. Son 1-2 ay ərzində bir arzum da gerçəkləşib, hansını ki, mən bu yayda manifestləmişdim. Tam istədiyim kimi, inanırsınız, lap detallara qədər istədiyim kimi olub. O haqda da başınız danışacaq, sadəcə biraz tezdir. Növbəti negativ manifest. Kimsə mənə yazıb, bir dənə cavab verim maşınla. Ona görə maşının yerini dəyişdim. Sabah səhər çıxmağa mənə asan olsun deyə. Növbəti düzgün eləmədiyim manifest haqda. Bilmirəm, fikir verirsiniz və yaxud yox. Hər zaman deyirəm ki, mən milyon izləyici istəyirəm YouTube-da. Və bu sözü deyəndən sonra sırazu dalını gətirirəm ki, amma Azərbaycan cəmi 10 milyon əhalidir və bu real deyil milyon izləyici yığmaq. Burada mən neynirəm? Xəyal eləyirəm, düzdürmü? Və sırazu manifestimin üstündən belə xət keçirəm. Mən bu sözü dilə gətirəndə ki, Azərbaycanda bu mümkünsüzdür. Azərbaycan cəmi 10 milyon insandır. Belə manifest deyirəm və həqiqətən heç vaxt olmayacaq. Belə düşündüyüm müddətdə həqiqətən bu alınan deyil, təəssüf ki. Amma lap dilə getirməsəm də, oturub belə analiz edəndə neyim, başımda bu fırlanır. Azərbaycan cəmi 10 milyondur, buradan milyon izləyici əldə eləmək çətindir. Düzdür, Instagramda panel yığdırırlar, lap istəyirsən 5 milyon. Amma real izləyicilərdən söhbət gedir. Və asmər videoları çəkir ki, başqa ölkələrdən də izləyiciləri olsun və yenə də milyonu yoxdur. Yəni ki, söhbət real izləyici olan insanlardan gedir. Ona görə bunu mən səhv eləyirəm. Mən belə deməli deyiləm, mən belə düşünməli deyiləm və o zaman alınacaq. Keçən ilin axırları mənim kanalıma ay ərzində 6000 təzə izləyici gəlirdi cəmi. Bilmirəm, fikir vermisiniz və yaxud yox. Mən manifest deyirdim ki, bu il ərzində 400.000 izləyicim olacaq kanalda. Yəni ki, yeni ilə qədər 400 olacaq. Bunu manifestləməyə başlayandan sonra mən həm manifestləyirəm, həm də ki, iş görürəm. Yəni ki, videolar çəkirəm, daha çox aktivəm. Hətta izləyicilər də mənə yazırlar ki, dəhşət aktivsə. Həm şosları çəkirəm, vlogları çəkirəm, durmadan çalışıram. Yəni ki, sözüm ondadır ki, bəzi insanlar səhv anlayırlar. Düşünürlər ki, manifestliyim, vəsə kifayətdir. Arzum gerçəkləşəcək. Səhərdən axşama qədər bunu eləyim, vəsə. Və gördüm ki, fevral ay ərzində 16.000 təzə izləyici gəlib kanalıma. Yəni ki, irəliləyiş var. Həm məndən hərəkət, həm də ki, bərəkət. İndi isə gəlin danışaq, bunu necə eləmək lazımdır və düzgün manifest necə olunursa. Misal üçün, mən təzə maşın istəyirəm, düzdürmü? Çox bahalı bir maşın istəyirəm. Otururam belə, gözlərimi bağlayıram və təsəvvür eləyirəm ki, sanki mən Malibu'da oturmamışam, mən həmin o bahalı maşında oturmuşam. Xəyal eləyirəm ki, mən o maşınla falan küçədən keçirəm, falan yerdə parking eləyəcəm, belə videolar çəkəcəm, belə şəkillər paylaşacağam və bunu elə xəyal eləyirəm, sanki mən artıq bunu uca yaşayıram. Bu çox önəmlidir. Biri var boş-boş xəyal eləmək, biri də var ki, sizin içinizdə belə bir his var ki, sanki uca buna nail olmusunuz. Instagramda reelslar fırladıram və həmin maşını axtarıram. Həmin maşınla videolara baxıram. Xəyal eləyirəm ki, mənim də belə videom olacaq. Ətrafdakı insanlara deyirəm ki, mən falan maşını alacağam. Lap markanı deməyə də bilərsiniz əslində. Cibinizdə pul yoxdur, amma hamıya deyirsiniz ki, mən planlaşdırıram maşın almaq.
Belə bir rəngdə maşın istəyirəm. Bu sözlərdən utanmayın. Bəzən bizə deyirlər, əvvəl elə, sonra danışarsan. Yox, əvvəl danış ki, alınsın və maşınlara baxırsınız. Pulunuz yoxdur, amma xəyal eləyirsiniz. Manifest ondan ibarətdir. İminlə xəyal eləyirsiniz. Təsəvvür eləyirsiniz ki, pulunuz var, yığmısınız istədiyiniz qədər pul və artıq seçim eləyirsiniz. Bir baxırsınız qiymətlərə və s. Bununla paralel olaraq işləyirsiniz, pul qazanırsınız, çalışırsınız inkişaf eləmək. Düşünməyin ki, evrəndən siz bunu istəyən kimi həmin saniyə sizə bu veriləcək. Biraz müddət lazımdır. Məndə adətən 6-7 ay tutur. 1 ildən çox olmur, belə deyim. Misal üçün, ailə qurmaq istəyirsiniz, xoşbəxt ailə istəyirsiniz, amma eyni zamanda heç kimlə deytə getmirsiniz, heç kimə şans vermirsiniz, tanışlıqlara açıq deyilsiniz və deyirsiniz ki, mən ailə istəyirəm, uşaq istəyirəm, xoşbəxt olmaq istəyirəm. Yox, belə olmur. İnsanlara və ilk öncə özünə şans vermək lazımdır. Şans verdikcə də inanmaq lazımdır ki, alınacaq. Əgər siz deytə gedirsiniz, elə bir fikirlə, əşi yox, onsuz da içinə alınan deyil, neynirəm, boş-boş vaxtını itirirəm. Əgər bu fikirlə gedirsinizsə, elə də olacaq. Amma pozitiv düşüncə ilə gedirsinizsə, xırda detalları yadında saxlamaqla gedirsiniz, tutaq ki, gündür, saatdır, nə geyinmisiniz, düşünürsünüz ki, gələcəkdə biz bunu xatırlayacağıq. Mən bu paltarına getmişdim onunla ilk görüşə. Baxın, belə elədikcə bu alınır. Hərəkət və manifest. Məncə bunu başa düşdünüz. Pis şeyləri fikirləşməyin. Ay yox, mən ömür boyu tək qalacağam. Ay yox, mən heç vaxt varlanan deyiləm. Mənim alnımda yazılıb kasıbçılıq. Bu nə bədbəxt həyatdır. Demə, belə demə. Bəzən mənə deyirlər ki, sən bəxtin gətirir. Hansı kanal açırsan, yaxşı gedir. Hansı YouTube kanal açırsan, uğurlu nəticələnir. Sən çox istedadlı insansan. Vallah yox. Məndən gözəl çəkən insanlar da var. Məndən daha gözəl xanımlarımız da var. Arada mən özümə baxanda belə düşünürəm ki, ayda bu qədər insan mənim adi, rutin, maraqsız ev həyatımı izləyir. Yəni bu bir möcüzədir məncə. Bu mənim manifestimin nəticəsidir. Ekstra mənim bir istedadım yoxdur. Sadəcə evrəndən düzgün istəyə bilirəm istədiyim şeyi. Beləliklə siz istədiyi insanı öz həyatınıza cəlb eləyə bilərsiniz. İstədiyiniz əşyanı, uğuru, pulu, sağlamlığı, hər şeyi. Bu deməli deyir ki, hər gün manifest etməlisiniz. Yaxşısı bunu axşamlar eləyin. Tam relaks olduğu vaxtda. Əgər siz hansısa bir mövzu ilə bağlı çox narahatsınızsa, tutaq ki, işdə kimləsə dalaşmısınız, fikriniz başqa şeylə qarışıb da konkret. O zaman siz manifest eləyə bilməyəsiniz. Başınız tam boş olmalıdır. Fikirlərdən, problemlərdən azad. Ən böyük səhv. Bir dəfə manifest eləyirsiniz, 2 dəfə, 3 dəfə, 1 ay üstündən keçir və görürsünüz ki, heç nə alınmır, heç nə dəyişilmir. 2 ay üstündən keçib, amma heç nə dəyişilmir. Və ağlınızda şübhələr yaranır. Baxın, o şübhələr yarandığı moment siz hər şeyini körlüyorsunuz. Siz axıra qədər inanmalısınız ki, bu alınacaq. Mən bunları hamısını rus dilində baxmışam və rus dilində mənə elə gəlir ki, daha mükəmməl öz fikrimi ifadə eləyə biləcəm. Azərbaycan dilində sadəcə bu sözlərin tərcümələri bilmirəm. Yəni biz yaşadığı yer kürə, bunlar hamısı bir matriça kimidir. Hər şey energiyadır və bizdən asılıdır biz nəyi cəlb eləyəcəyik öz həyatımıza. Misal üçün, hansısa bir xanım deyir ki, mən çox cazibədərəm, mən çox gözələm, heç bir eks məni unuda bilmir. Ölür məndən ötürü də, misal üçün. İnanın ki, elə də olur. Əgər kimsə deyir ki, mən bədbəxtəm, məni heç kim almır, heç kim sevmir, yaşım da gedir, o da olacaq. Və sonuncu bir məqama da toxunmaq istəyirəm. Video biraz uzun olur, bilmərsə maraqlı olacaq izləməyə və yaxud yox. Nəsə iş zad görəndə izləyərsiniz, bir sözlə. Deməli, siz evrəndən nəsə soruşmaq istəyirsiniz. Sizi narahat eləyən hansısa bir sual var və bilmirsiniz onu necə düzgün ünvanlaya bilərsiniz və necə cavabını qısa bir zamanda əldə eləmək olur. Deməli, sualı verirsiniz. Eyni manifest elədiyi formada gözlərinizi bağlayıb o sualı verirsiniz. Hardasa 2 ay bundan əvvəl bir sual vermişəm və ürəyimdə tutdum ki, evrən mənə cavabını kəpənək formasında versin. Yəni ki, hardasa kəpənək görüm. Qış ayıdır, kəpənəyi mən hardan görə bilərəm? Təbii ki, heç yerdə. Amma Instagramda görə bilərəm, təsadüf Reels fırladandan. Hansısa bir dəftər ləvazimatlar mağazaya girə bilərəm, orada hansısa bir bloknotu görə bilərəm, orada üstündə kəpənək və yaxud kosmetik mağazanın hansısa bir paletkanın üstündə görə bilərəm kəpənəyi. Bir sözlə, mən evrəndən cavabını istədim öz sualımın. 3 ay bundan əvvəl olub. Və dedim ki, 3 gün ərzində əgər bu məsələ alınacaqsa, mənə kəpənəyi göstər. 3 gün keçdi. Cabrail var ki burada. Cabrail.
Cəbrayıl. Bir vereyim mi? Ha, getdi bu. Getdi, neyse. Bacı səni sevir. Bu 3 gün ərzində mən bu kəpənəyi görmədim heç bir yerdən. Bəlkə də gördüm, hardasa təsadüf gördüm, amma yadıma düşmədi ki, mən evrəndən mesaj gözləyirəm. Əgər görüb də sizin yadınıza o düşmürsə, deməli o siqnal deyil. Və bir həftə bundan əvvəl mən yenə bir sual ünvanladım evrənə. Sual verdim və dedim ki, hardasa mən kokosu görüm. Qış ayıdır, Azərbaycanda yaşayırıq. Harda mən kokosu görə bilərəm? Yəni ki, ehtimal sıfıra bərabərdir, düzdürmü? Bir gün keçdi, 2 gün keçdi və 3-cü gün mən bir blogerin storiesinə girirəm və o lookunu göstərir və belə bir smaylik qoyur, kokos smaylik. Birinci dəfə görürəm ki, hansı bir bloger kokos smaylik qoysun. Bunu görüb keçə bilərdim. Amma bunu görən kimi qaynar su sanki başımdan tökdülər. Başa düşdüm ki, bu siqnaldır. Soyuq oldu ya mənə bir dənə peçi yandırım. Bu səs sizi narahat eləmir ki. Deməli, sualı ünvanlayandan sonra mən başa düşdüm ki, cavab da gəldi. Mən bunu hiss elədim və başa düşdüm ki, bu alınacaq. Bu arada, deməli, harda qalmışdıq? Bu arada kokosla bağlı sualım alınandan sonra mən sizə videoda deyəcəm. Baxın, bunu tutmuşdum. 100% əminəm ki, olacaq. Milyon faiz. Yuxarıdan siqnal gəlib. Və qızlar, bir şey sizdən xahiş eləmək istəyirəm. Kim nə manifest deyirsə, reylərdə mütləq yazsın. İlk manifesti buradan başlayaq. Vaxt keçəndən sonra, sizin arzunuz gerçəkləşəndən sonra bu videonun altına girib, unutmayın yazmaq ki, alındı. Çox sağ ol, Layka. Çünki elə də olacaq.